Salam dəyərli izləyicilər. Elə olubdur ki, siz işə gecikdiyiniz üçün müdirə zəng vurub deyibsiz ki, ya idu na работу və müdir də sizə hislənib deyir ki, işdən çıxarıldınız. Bəs nəyə görə? Çünki burada dedi ki, ya idu. Əgər indiki saniyədə tapdınızsa səbəbini, zəhmət olmasa rəydə yazın cavabını. Yox, əgər cavabını, səbəbini tapa bilmədinizsə, o zaman videonun növbəti dəqiqələrini izləyin. Çünki digərləri kimi videonun sonunda yox, bir neçə saniyə sonra sizə izahını deyəcəm. Amma ondan əvvəl demək istəyirəm ki, əziz izləyicilər, çox xahiş eləyirəm, videolarımı izləyirsiniz, rus dilini öyrənirsiniz və ya rus dilinizə kömək ediriksə, kanalımızı da abunə olmağı, like atıb rəy yazmağı unutmayın. Çox şad olaram ki, digərləri ilə də videomu paylaşasınız, onlar da izləyərlər. Demək, cavabı isə çox asandır. Çünki idu və yedu feilləri vardı. Əslində ümumiyyətlə hərəkət feilləri çoxdur. Onlardan ən populyarları bu ikisidir. Və bunların fərqi nədir? Çünki ya idu bu nədir? Mən pişkom, yəni ayağı ilə gedirəm. Yedu isə adətən maşınla gedirəm deməkdir. Bəs nəyə görə belə fərqlilik var? Rus dilində həm hərəkətin yönünə görə, həm də hərəkət piyada yoxsa nəqliyyatla gedildiyinə görə bir neçə formaları vardır. Və burada bu adam, yəni işçi deyir ki, ya idu na работу. İdu nə deməkdir? Yəni peşkom gedir. Peşkom getdiyinə görə əlbəttə ki, müdiri deyir ki, sən hələ gecikibsən. Məsəl üçün, baxın, bu cümlədə deyir ki, ты опоздал. Sən gecikibsən. Еще едешь пешком. Yəni, əgər siz yedu yox, idu desəydiniz, burada pişkomdur. Çünki idu hər zaman ayaqla peşkom getməyə, piyada getməyə deyirlər. Amma desəydi ki, ya yedu, bəlkə də müdiri hislənməzdi. Və burada da rus dilinin əhəmiyyəti və qrammatikanın önəmini başa düşürük ki, rus dilində biz əgər idu, prixaju deyiriksə, bu ayaqla, yəni pişkomla getmək deməkdir. Amma əgər yedu ilə deyiriksə, o zaman bu hansıdır? Əlbəttə ki, nəqliyyatla getməkdir. Və bunun çox asan bir yolu vardı. İndi isə gəlin addım-addım sizlərə izah edim. İndi sizə bunun cavabını dedim, amma şəxslərə görə də bilmək lazımdır. Yəni, misal üçün, mən gəlirəm, sən gəlirsən, o gəlir və s. Birinci şəxsləri yazırıq. Ya, mən. Mən piyada gəlirəm demək üçün deyirik ki, ya idu. Sən rus dilində t'dir. Sən gəlirsən olacaq ты идешь. O kişi cinsində ondur. O gəlir olacaq on идет. Sizi sevindirən bir xəbər deyə bilərəm ki, burada qadın cinsi, yəni ana da eynidir. Yəni ana üçün ayrıca bir feil və şəkilçiləri yoxdur. Daha sonra biz olacaq mı. Biz gəlirik. Yenə də mı идем. Siz gəlirsiniz. Вы идете. Və они идут. Onlar gəlirlər. Bu hansı oldu? Bu oldu piyada. Yəni peşkom. Bir izləyicim və bir tələbəm məndən soruşmuşdu ki, bəs müəllimə, mən ya idu deyəndən sonra peşkom deməliyəm, yəni məsəl üçün ya idu peşkom deməliyəm, yoxsa yox. Bunu zəhmət olmasa rəy bölməsində yazın. Doğru yazanları növbəti videoda açıqlayacağım. Kimlər doğru yazdı, kimlər yanlış yazdı. Və bununla da biləcəyik ki, peşkom sözü lazımdır burada, yoxsa yox. Və ya məsəl üçün, ya yedudan sonra transport deməliyik ki, na transporti, yoxsa yox. Bunların hamısı çox önəmlidir. İndi isə gəlin sizlərə
Yexət feilini izah edim. Bu arada bir çox izləyicilər soruşurlar ki, idunun məstəri nədir? İdunun məstəri əslində itsidir. İtsi. Bu, piyada gəlmək. Və növbəti feilimiz yedu. Bu isə məstəri yexətdir. Məsəl üçün, mən deyirəm ki, mən gəlirəm. Deyirəm ki, ya yedu. Ты artıq şəxsləri tanıyırıq. Ты едешь. Он, burada yenə ikisi də on ana eynidir. Едет. Мы едем. Вы едете. Və они едут. Əla. Yəni, burada biz başa düşdük ki, maşınla gedirəm. Ya idu, mən piyada gedirəm. Ya yedu isə mən maşınla gedirəm deməkdir. Əziz izləyicilər, əgər siz də rus dilini özünüz, yəni self-study formunda öyrənmək istəyirsinizsə və ya çalışırsınızsa, amma sistemli dərsləri və faktları, mövzuları tapa bilmirsinizsə, sizə möhtəşəm bir təklifim var. Uyğun qiymətə mən, yəni peşəkar müəllimə, rus dili və ədəbiyyat müəlliməsi sizlərə kömək edə bilər. Mənim video dərslərimə qoşula bilərsiniz. Cəmi 30 dərsə, yəni belə deyə bilərik, cəmi 30 günə, bir aya rus dilində danışmağa başlaya bilərsiniz. Müraciət üçün zəhmət olmasa buradakı nömrənin əlaqə saxlayın. 050 840 55 22 nömrəsi. Bu nömrə daim aktivdir. Sizə uyğun saatda və sizə uyğun vaxtlarda video dərslərdən rus dilini siz də öyrənə bilərsiniz. Gəlin artıq bir cümlə quraq və cümlədə bu şəxs əvəzlikləri və feillər necə cümlədə istifadə olunurlar. Deyə bilərik ki, mən parka gəzməyə gedirəm. Ya, piyada deyirəmsə, yəni parkın içində biz maşınla sürə bilmərik ki. Ona görə ya idu v park. Ya idu v park. Əlavə eləyə bilərsiniz gulять. Yəni gəzməyə gedirəm. Və ya deyə bilərsiniz ki, mən parka avtobusda gedirəm. Ya еду в парк avtobusda na avtobuse. Yəni avtobusda. Eyni cümləni deyə bilərsiniz ki, mən kinoya gedirəm və ya biz kinoya gedirik. Мы идем в кино. Burada v və na predloqları da önəmlidir. Əlbəttə bu mövzunu da sizlərə izah edə bilərəm, əgər ki, növbəti dərsdə bunu istəyirsinizsə. Və buradakı məşhur səhnəmizdən, yəni ki, taksi səhnəsində deyə bilərik ki, мы едем в кино na taksi. Yəni taksidə kinoya gedirik. İdem, yeyəcəm. Dialoq formasında da bilmək lazımdır. Dialoq formasında necə bu cümlələri istifadə edirik? Birinci dialoqumuz deyir ki, privet, yəni salam. Sonra deyir ki, sən hara gedirsən? Birinci sual veririk. Deyirik, kuda ты идешь? Sən hara gedirsən? O da deyir ki, я иду в магазин. Mən mağazaya gedirəm. Burada idu dediyindən görə mən başa düşdüm ki, bu pişkom, yəni piyada gedir. Amma desəydi ki, я еду в магазин, yəni mən mağazaya gedirəm. Buradakı yedu artıq nəqliyyat ilə getdiyini bizə başa salır. Əslində çox da rahat bir izahdır. Çünki əgər siz sadəcə bir hərfə görə yedu ilə yedunu qarışdırsanız, burada əlbəttə situasiyadan asılı olaraq, yəni buradakı bu gördüyünüz situasiyadan asılı olaraq
Sözün mənasını fərqli formalarda deyə bilərsiniz. Adi cümlələrdə cüzi bir fərq etsə də, belə situasiyalarda bəlkə də sizin işdən çıxarılmanıza qədər və ya çox vacibli bir yerə gecikməyinizə qədər və bunun səbəbinə qədər fərqli mənaları daşıya bilər. Əziz izləyicilər, dərsimi sonuna qədər izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Hazırda bizim onlayn dərslərə müraciətlər davam edir. Əgər siz onlayn və fərdi olaraq dərslərimizə qoşulmaq istəyirsinizsə, zəhmət olmasa bu nömrə ilə əlaqə saxlayın.